Salam, hər vaxtınız xeyir. Bugün sizlərə Elməddin Tağıyev kitabından tənliklər sisteminin çalışmalarının suallarına baxacağıq. Birinci sualda yazılıb ki, əvəz etmə üsulu ilə tənliklər sistemini həll edin. A plus B bərabərdir 2-dir. 2A plus 3B bərabərdir 5-dir. Birinci sualda. A plus B bərabərdir 5. 2A plus 3B bərabərdir. Bu da 5. Daha doğrusu A plus B bərabər 2-dir. Deməli, bu tənliklər sistemi əvəz etmə üsulu necədir? Birini digərindən əvəz edirəm. Məsələn üçün, buradan mən A-nı tapsam, A nəyə bərabərdir? 2 minus B deyil. Gətirib ikinci tənlikdə A-nın yerinə 2 çıxılsın B yazıram. Yəni, 2 vurulsun, 2 çıxılsın B plus 3B bərabərdir 5-ə. Vurub atsaq, 2-ni 2-yə vur 4, 2-ni B-yə vur 2B plus 3B bərabərdir 5-ə. Mənfi 2B isə 3B gələni edir B. 5-dən də 4-ü çıxırınca olur 1. Yəni, B-nin qiyməti 1-dir. A-nı tapmaq üçün bu tənlikdə gətirib yerinə qoysaq, A bərabərdir. B-nin yerinə 1 yazıram. 2 minus 1, o da edir 1. A-nın qiyməti 1-dir, B-nin də qiyməti 1-dir. Yoxlaya bilərsiniz. A-nın yerinə 1 yazın, B-nin yerinə də 1. Və ikinci sualda da A çıxılsın 2B. A çıx 2B bərabərdir 0. A plus B bərabərdir 9. Yenə də eyni qayda. Buradan A-nı tapsaq, A nəyə bərabərdir? 0 üstə gəlirəm 2B-ni. A bərabərdir 2B. Gətirib ikinci tənlikdə A-nın yerinə 2B yazıram. Olur 2B plus B bərabərdir 9. 3B bərabərdir 9-a. B oldu 3. Gətirib burada yerinə yaza bilərəm də B-ni. Fərqi yoxdur. İstəsəz burada da yaza bilərsiniz, burada da fərqi yoxdur. B-nin yerinə 3 yazsaq, olacaq A bərabərdir. Bu tənlikdə yazdım yerinə. 2-ni vururam 3-ə, bu da edir 6. Deməli, B-nin qiyməti 3-dür, A-nın qiyməti 6-dır. Yəni, bu tənlikləri yoxlasız görəcəksiniz ki, düz verir. Yəni, məsələn, A-nın yerinə 6 yazsam, B-nin yerinə 3 yazanda 6 çıx 6 bərabərdə 0 olacaq. Üçüncü sual. A çıxılsın B 0-dır. 3A çıxılsın 2B, bu da 3-dür. Burada yenə də eyni qaydada yazırıq. A bərabərdir 0 üstə gəlsin B, bu da edir B. A-nın yerinə B yazıram, bax fikir verin. Olacaq 3 vurulsun. A-nın yerinə B yazanda 3B çıx 2B bərabərdir 3-ə. 3B-dən 2B çıxanda qalır B bərabərdir 3. B-nin qiymətini tapdıq 3. Gətirib burada yazmaq olar da A B-yə bərabərdirsə, B-nin yerinə 3 yazıram. Burada yazılıb A B-yə bərabər deyil. B-nin yerinə 3 yazıram. A da oldu 3. B də 3, A da 3. Məsələn üçün, fərqli görə bir şey var burada, ondan yazaq. Dördüncüsünü yazaq, fərqi yoxdur. 8-ən dördüncüsünün 4 dənəsini mən yazacağam. Dördüncüsündə yazılıb ki, 3A üstə gəlsin 5B bərabərdir 9. A çıxılsın 2B bərabərdir 4-dür. Burada yenə birin digərini əvəz edək. Gəlin, bu ikinci tənliyi əvəz edək ki, burada misal yoxdur. Məsələn üçün, mən buradan A-nı tapsam, A nəyə bərabər? 4 plus 2B, düzdür. A-nın yerinə gətirib 4 plus 2B yazıram. 3 vurulsun, 4 üstə gəl 2B, mötərizəni bağlayıram, plus 5B bərabərdir 9-a. 3-ü 4-ə vuranda 12, 3-ünü 2-yə B-yə vuranda 6B, plus 5B bərabərdir 9. Aha, 6 bu da 5B. Nə qədər edir? 11B bərabərdir. 9 çıxılsın 12. Buradan 11B bərabərdir mənfi 3-ə. B də oldu mənfi 11-də 3. Deməli, A çıx 2B 4-dür. 3A plus 5B 9-dur. Bundan digərini əvəz elədik. Gətirib yerinə yazdıq. 5B 9-dur. 12 plus 6B 5B 9 düzdür. Deməli 11B bərabər 9 çıxır düzdür. Gətirib indi bu tənlikdə fərqi yoxdur. Burada da yaza bilərsiniz. Burada da, burada da. 3 tənlikdə də yerinə yaza bilərsiniz. B-nin yerinə mənfi 11-də 3. Burada baxın. A bərabər 4 plus 2B-də B-nin yerinə mənfi 11-də 3 yazıram. 4 vurulsun, 2 vurulsun, mənfi 11-də 3. Baxın, A bərabərdir 4, 2-ni mənfi 3-ə vuranda mənfi 6-da 11. Məxrəcdən 1 atıram, 11-ə vuraq. Bu da olacaq 44-də 11 çıxılsın 11-də 6. 44-dən 6 çıx 38-də 11 və yaxud da ki 3 tam 11-də
neçə eləyir? 5 eləyir. Sonra baxın, eyni qaydada hamısını yazırsınız. 5-dir, 6-dır, 7-dir, eyni 8-dir. Eyni qaydada yazırsınız, gedir. Məsələn, ikinci sualda tərkiblər sistemini əvəz etmə üsulu eyni qaydada yazacağıq. Yəni, birini digərini əvəz edirik. Məsələn üçün, ikinci sual əvəz etmədir. X çıxılsın 2y bərabərdir 3. 2x plus 3y bərabərdir 13. Yenə də birin nə ilə digərinin əvəz edir. Məsələn, birinci tənlikdə x-i tapsaq, məsələn üçün, əmsalı yoxsa onu tapmaq məsləhətdir. Çünki orada əmsal olsa yerə böləsin hər tərəfi. Ona görə əmsalsız tapmaq daha rahat olur. 3 üstə gəlsin 2y olur. X-in yerinə bu tənlikdə gətirib yerini yazsaq, x-in yerinə 3 plus 2y olacaq 2 vurulsun. 3 üstə gəl 2y üstə gəl 3y bərabərdir 13-ə. Vurub atacaq 6 üstə gəlsin 4y plus 3y bərabərdir 13. 4y 3y eləyir 7y. 13-dən 6 çıx 7. Y oldu 1. Baxın, y-i tapdıq 1, gətirək bu tənlikdə də yaza bilərik. Bu tənlikdə də yaza bilərik, bu tənlikdə də. Y-in yerinə 1 yazıb x tapar. Bu tənlikdə yazsaq, buradan x nəyə bərabər? 3 plus 2y deyil. Baxın, 3 üstə gəlsin, y-in yerinə 1 yazıram. 2 vur 1. 3 üstə 2 gələndə cavab olur 5. X 5-dir, y də 1-dir. Aparıb burada yerinə qoysuz, düz olacaq. Sonra, baxın, burada isə özü əvəzləyib. Deyib ki, 2x 2y minus 8-dir. Deməli, baxın. İkinin ikincisində deyir ki, 2x bərabərdir, 2y çıx 8-dir. 5x plus 2y isə 22-dir. Mən deyirəm ki, mən buradan 2x yox, 2y əvəzləyirəm. 2y əvəz eləyəndə bunu sola keçirmək lazımdır. 2x plus 8 olur. Aha, nəyə görə? Çünki burada 2y var, ona görə gətirib 2y-in yerinə 2x plus 8 yazırım. Olur 5x üstə gəlsin. 2x plus 8 bərabərdir 22-yə. 5x, 2x, 7x plus 8 bərabərdir 22-yə. Buradan 7x bər 22-dən 8 çıx 14. X oldu nə? 2. X-i tapdım, 2 gətirib y taparam. Bu tənlikdə yazsam yerinə 2y bərabərdir 2 vur 2 plus 8. 2y bərabərdir 2-ni 2-yə vur 4, 4, 8, 12. Buradan y tap, 12-ni 2-yə böl 6. X2, y6. Digər hamısı eyni qaydaya. Məsələn, baxın, x-in yerinə gətirib y çıx 4 yazacaq. Olacaq 2y üstə gəlsin 5 vurulsun. Y minus 4 bərabər 22. Sonra, burada da eyni qayda. Y-in yerinə x çıxılsın 10 yazmaq olar. Burada məsələn, mən 2y əvəzləyərəm. Çünki burada 2y vardı, ona görə x əvəzləmə mənası yoxdur. Buradan 2y taparam. 2y bərabər 2x minus 6-dır. Gətirib 2y-in yerinə 2x minus 6 yazıb taparam. Sonra üçüncü sualda yenə də əvəz etmə üsulu deyir. Məsələn, üçüncüdə deyir ki, x plus y bərabərdir 6-dır. 3x plus y bərabərdir 8-dir. Mən burada nəyi taparam? Y-i taparam. Niyə? Çünki aşağıda y-im var axı. Y-i əvəzləsəm 6 çıxılsın x deyil. Gətirib y-in yerinə 6 çıx x yazdı. Düzdür? 3x üstə gəlsin. Y-in yerinə 6 minus x bərabərdir 8-ə. 3x-dən x çıx 2x plus 6 bərabərdir 8. 2x bərabər 8-in 6 çıx 2. 2-ni də 2-yə böl 1. Baxın, burada x-in yerinə 1 yazın, y tapın. Y bərabərdir 6 minus 1, bu deyir 5. X-i 1, y-si 5-dir. Digərləri hamısı eyni qayda yazılır. Məsələn, buradan x-i əvəzləsək 2 plus y olacaq. Gətirib x-in yerinə 2 plus y yaza bilərik. Burada isə necə yazarıq? X-i əvəzləyərəm, çünki 2y əvəzləsəm mənası yoxdur. X-i əvəzləsəm 2 çıxılsın 2y-dir. Varı mənası, çünki orada 2-yə bir yerə böləsən. O da biraz qarışıqdır. Ona görə x-i əvəzləsəz 2 çıxılsın 2y, x-in yerinə gətirin 2 çıx 2y yazın, hesablayın. Sonra burada, məsələn, burada y əvəzləsək, y əvəzləyək. Y bərabər mənfi 1 plus x-dir. Gətirib y-in yerinə mənfi 1 plus x yazırıq ikinci tənlikdə. Sonra, baxaq bura. Burada da eyni qaydadadır. Burada isə x əvəzləyin. X əvəzləyəndə 5 plus 7y, gətirin 5 plus 7y ikinci tənlikdə yazıb hesablayın. Dördüncü sualda tənliklər sistemini həll edin. Deyir ki, x 2,5 y-dir. Nə deməkdir? Nömrə 4-ün birincisi. Deyir ki,
X nədir? 2 tam onda 5 y-dir. Sonra deyir ki 2x plus 3y 16'dır. Sənə deyir ki x-in yerinə 2 tam onda 5 y yaz. X-in yerinə nə yaz? 2 tam onda 5 y yaz. 2 vurulsun 2 tam onda 5 y plus 3y bərabərdir 16. 2'ni 2 onda 5'e vurun. 5y plus 3y bərabərdir 16. 5y 3y eləyir 8y bərabərdir 16. Y nə tapdım? 2. Düzdür. Gətirin bu tənliklərdən birini yazsız çıxacaq. Birinci tənlik yazsaq rahat olar. X bərabərdir 2 tam onda 5'i vururam nəyə? 2'ye x tapıram 5. Deməli x-i 5'dir, y də 2'dir. Sonra baxın. Gətirib x-in yerinə 4 onda 5 y olacaq. 2 vur 4 tam onda 5 y plus y bərabərdir 30. Y-i tapın. Sonra gətirib burada y-in yerinə qoyun, x-i tapın. Burada məsələn y-in yerinə deyil 3x yazın. Olacaq 6 vur. Daha doğrusu y-in yerinə 3x. Hə. 6x çıxılsın. 3'ü 3x-ə vur. 9x bərabər -9-a. X-i tapın, gətirin burada x-in yerinə qoyub y-i taparsınız. Hamısı eyni qaydadadır. Sonra 5 toplama üsulu. Toplama üsulu necə olur? Tərəf-tərəfə toplama üsulu var. Məsələn üçün baxın. Burada toplasam 3x 5x neçə x edir? 8x. 2y -2y. Bunlar qısa getdi. Düzdür. 14 üstədə 2 gəl. 16. X-i tapdım neçə? 16-ın 8-ə böl 2. Gətirib bu tənlikdə və yaxud da bu tənlikdə x-in yerinə 2 qoyub y-i tapa bilərsiniz. Birinci tənlikdə yazaq. 3 vurulsun. X-in yerinə 2 yazıram. 2. Üstə gəlsin 2y bərabərdir 14-ə. 3-ü 2-yə vur. 6 plus 2y bərabərdir 14-ə. 2y tapaq. 14-dən 6 çıx. 8. Y neçə oldu? 4. Gördünüz? X 2 y 4. Məsələn, bunlar da eyni şey toplasın gedəcək. Bunlar da toplasın. Hamısı gedir ki. Hə. Məsələn üçün, baxın burada toplayanda y-lər getdi. 12x-də 4, 14x gəlin olsun 26x. 78-də də 2 gəlin 80. X-i tapın, 80'i bölün 26, x-i tapın, gətirin. X-in yerinə həmin cavabı qoyub y-i tapa bilərsiniz. Hamısı eyni qaydadadır. Görə fərqli bir şey var. 6-cı sual toplamadır, amma burada biraz fərqlidir. Necə fərqlidir? Məsələn üçün, burada özün fikirləşib tapmalısan. 6-cı sual. Məsələn üçün, birincisi yazılıb. X plus 2y bərabərdir 10. 3x plus 4y bərabərdir 16. Burada ya x-i itirməlisən, ya da y-i. İndi hansını istəyirsinizsə itirə bilərsiniz. Məsələn, mən deyirəm ki, mən x-i itirirəm. X-i itirmək üçün mən yuxarıdan -3-ə vurmalıyam ki, aşağıya geçsin də x-i -3-ə vuranda -3x olur. Bundan gedir. Onu özün fikirləşməyib tapmalısan. Yuxarıdan vursaq olacaq -3x. 2y -3-ə vur, -6y. Onu da -3-ə vur. -30. Bu -3 hər üçünə dəyir. Aşağıdakının olduğu kimi yazıram. 3x plus 4y bərabərdir 16-ya. Baxın, tərəf-tərəfə toplayın. 3x-lər getdi. Düzdür. -6y 4y edir -2y. -30 plus 16 edir -14. Y-i tap, -14'ü -2-yə böl 7. Bunu tapdıq. İndi bu tənlikdə və bu tənlikdə y-in yerinə mən 7 yazaram, x-i taparam. Fərqi yoxdur. Birinci tənli yazsaq, x üstə gəlsin. 2 vur 7 bərabərdir 10. Buradan x üstə gəlsin. 2-ni 7-yə vur 14 bərabərdir 10-a. Buradan x-i tap, ondan 14 çıx, -4. Deməli, x-i -4, y-də 7-dir. Məsələn üçün bu cür yazdıq. Sonra ikincisini yazmaq olar, fərqi yoxdur. Baxın, ikincisini yazaq. 2, deməli, necədir sual? X plus 2y 5'dir. 5x çıx 4y -3'dür. Baxın, burada da yenə də x-i də itirə bilərsiniz, y-i də. Mən yenə də nə itirirəm? Y-i itirirəm. Rahat olacaq ona görə. Yuxarını 2-yə vurdum. Olacaq 2x üstə gəlsin. 2-ni 2y-ə vur 4y, 5-i 2-yə vur 10. Digərin olduğu kimi yazıram. 5 minus 4y bərabərdir -3-ə. Baxın, gördünüz, gedəcək bunlar. 4y-lər getdi. 2x də 5x, 7x. 10 üstə -3 ki, 7. X-i tapdın, 7-ni 7-yə böl 1. X-i tapdıq 1. Düzdür. Gətirin birinci tənlikdə və yaxud da ikinci tənlikdə x-in yerinə 1 yazın, digərini tapın. Məsələn üçün, birinci tənlikdə yazsaq 1 plus 2y bərabərdir 5. Buradan 2y tapsaq, belə edir.
Hə. 2y tapsaq 5-də 1 çıx 4. Y taparam 4-ü 2-yə bölərəm 2. Sonra x-in 1-dir, y-in də 2-də tapıldı. Sonra digər üçüncüdə heç nəyə vurmaq lazımdır. Tərəf-tərəfə toplasız gedəcək ixtisarlar. 3y-lər gedir. Sonra burada görək. Burada isə aşağıını 5-ə vurun. 5-ə vursunuz 5x plus 6. Birincinin olduğu kimi yazacaqsınız. İkincidə olacaq -5x üstə gəl 15y bərabərdir 10-a. Tərəf-tərəfə toplayanda x-lər getməlidir. Sonra digər tərəfdən baxın 5-incisində. Birincisini -2-yə vurun. Olacaq -2x çıx 8y bərabərdir -24. Digərin ikincisini olduğu kimi yazın. X-lər ixtisar getməlidir. X-lər getməlidir. Y-i tapacaqsınız. Birinci və ikinci tənlikdə y-in yerinə həmin ədədi qoyub x tapmalı bilərsiniz. Sonra digər tərəfdən, məsələn üçün, burada da x-i itirə bilirəm. X-i itirmək üçün mən -2-yə vuraram. Olar -2x üstə gəl 6y bərabərdir -24. Digərin olduğu kimi yazmaq olar. Məsələn, y-i itirsəz, y-i itirmək üçün yuxarıda 5-ə vurmalısınız, aşağıdan 3-ə. Ona görə biraz uzun gedəcək. Ona görə də elə x-i itirsəz məsləhətlidir. Elə -2-yə vurun, ixtisar gedir. Sonra burada isə 7-yə vurun, ixtisar gedəcək. Olacaq 21x çıx 7y bərabərdir 49. Digərin olduğu kimi yazın. Məsələn üçün, burada isə -3-ə vursunuz, ixtisar getməlidir. Olacaq 4x çıx 3y bərabərdir 17. Aşağıını -3-ə vurun. -6x plus 3y bərabər -30. 3y-lər ixtisar gedəcək. Sonra sistemi həll edin. Eyni qaydadadır bunlarda. Burada isə məsələn üçün 7-nin birincisini yazaq. 3x plus 2y bərabərdir -1-dir. 5x plus 3y -2-dir. İndi mən burada ya x-i itirəm, ya y-i. Fərqi yoxdur. Y-i itirsəm, mən y-i itirirəm. -3-ə vururam yuxarıdan, aşağıda 2-yə. İndi səbəbi gör necə olacaq. -3x-ə vurun 9x, -9x. 2y-ə -3-ə vurun, -6y. -1-i -3-ə vur 3. İkincisinin olduğu kimi yazıram. Daha doğrusu 2-yə vururam. Niyə olduğu kimi olur? 10x plus 6y bərabərdir -4-ə. Tərəf-tərəfə toplasam, -9x, 10x eləyir x. 6y-lər gördünüz 7. Ona görə vurdum elə. Ya x itirməli, ya da y. 3 üstə də -4 gəldi, -1. X-i tapdım -1. Birinci və ikinci tənlikdə x-in yerinə -1 qoyun yazın. Olacaq bu cür. Birinci tənlikdə yazıram. 3 vurulsun -1 plus 2y bərabərdir -1-ə. 3-ü -1-ə vuranda -3 plus 2y bərabərdir -1-ə. Buradan 2y -1 plus 3 olacaq. 2y bərabərdir 2. Y də oldu. 2-ni 2-yə böldü 1. X -1, y də 1. Sonra ikinci tənlikdə məsələn üçün yuxarını ilə -2-yə vurun. Cavab çıxacaq. Olacaq -10x minus 8y bərabərdir -4. Digərini ikincisinin olduğu kimi yazın. 10x-lər ixtisara gedəcək. Məsələn, aşağıını -3-ə vursam, x itirə bilərəm. Amma aşağıını -3-ə vursam, x gedir. X itirə bilərsiniz. Birinci yol bu. İkincisi, y istəyirsinizsə, y gitsin. Aşağıını -2-yə vurun. Burada -6y yaradanacaq, onlar ixtisara gedəcək. Sonra 8-ci sual. Deyir ki, x plus y tapın. Məsələn, 1 bölünsün, x üstə gəlsin, 1 bölünsün, y bərabərdir 7. X, y də 2-dir. Bax, bunun əkobu nədir? X-dən y-nin əkobu x, y-dir. X varsa y yoxdur, y varsa x yoxdur. Baxın, bu y həm sürətə dəyəcək, həm də məxrəcə. Y 1-ə vur, y x-ə vur, x, y. Üstə gəl, x-i 1-ə vur, x, x-i y-ə vur, x, y. Məxrəclər bərabərləşdi, bərabərdir 7. Y plus x olduğu kimi qalacaq. X, y-in yerinə yazılıb burada 2-dir. Buradan da y plus x nəyə bərabərdir? 14-ə. Y plus x və yaxud da ki, x plus y eyni şeydir. İkisi də 14-dür. Sonra digər, burada da eyni şeydir. Burada isə, burada yenə y-ə vurun, x-ə vurun. Gəlin yazaq onu. Dördüncüsü. Deməli, mən bunu nəyə vurmalıyam? Y-ə vurmalıyam. X, y deyil ki, bu. X varsa y yoxdur. Deməli, 3-ü vurdum y-ə. Məxrəc də vururam y-ə. Üstə gəlsin. Bunu nəyə vurmalıyam? X-ə. Y var axı məxrəcdə, x yoxdur. 3 vur x bölünsün y bərabər x y bərabərdir 21. Məxrəclər bərabər olduğuna görə bir məxrəcdə yaza bilərik. 3x plus 3y plus 3x bərabərdir 21. Sonra
3-ü mötərizə xaricinə çıxarsaq, hər ikisinə mötərizə 3 var, çıxır mötərizə xaricinə y plus x. Y-in qiyməti 7-dir. Bərabərdir 21. 3 ilə 21 getsin 7. 7-ni 7-yə vur. Y plus x 49-dur. Və yaxud da ki, x plus y də 49-dur. Bunlar fərq eləmir. Y plus x, x plus y. Digərlərdə eyni qaydada baxıb yazmaq olar. Sonra, məsələn, burada çıxması var. Çıxmasını da çıxma olaraq yazırsınız. Bax, 9-un birincinə baxıram. 1 bölünsün y çıx, 1 bölünsün x bərabərdir 5-dir. X, y də 3-dür. X, y nədir? Bax, x, y deyil əkop. Y var, x yoxdur. X var, y yoxdur. X-i 1-ə vuranda x, x-i y-ə vuranda x, y. Y-i 1-ə vur, y, x-i y-ə vur, x, y. Bərabərdir 5-ə. X, y-in qiyməti nədir bizə? 3-dür. X minus y bölünsün 3 bərabərdir 5. X minus y bərabərdir 15. Səndən nə istəyirdi? X minus y istəmirdi, 15 tapdıq. Bax, digərlərdə hamısı eyni qaydada yazılır. Sonra ona da baxaq. Onda deyir ki, tənliklər sistemi x, y hasilini tapın. Baxın, yenə eyni qaydadadır. Bunu x, y deyil, hər ikisi üçün əkop. X varsa y yoxdur, y varsa x yoxdur. Bölünsün x, y bərabərdir 6-ya. X plus y-in qiyməti var 12, bölünsün x, y bərabərdir 6-ya. Çarpaz vuranda 6x, y bərabərdir 12, x, y bərabərdir 2. Səndən x, y istəyirdim. Digərlərdə eyni qayda yazırıq. Sonra 11-ci sualda baxın, burada hər ikisi nə var? Y var, düzdür. Çıxır mötərizə xaricinə. Y çıxıbsa x qalıb. 4y kvadratından bir dənə y gedibsə qalıb x plus 4y. Bərabərdir 12-yə. X plus 4y-in qiymətini burada yazıb 4-dür. Olacaq y vur 4 bərabərdir 12. 12-ni 4-ə böl 3. Məsələn üçün burada da hər ikisində nə var? X var. Çıxardım mötərizə xaricinə aşağıdakı hədd alınmalıdır. Sonra 12-ci sualda isə, burada isə baxın, x üstəgəl y 10-dur, x plus y 4-dür. X plus y-in yerinə gətirin 4 yazın. Olacaq x, y, üstəgəl x plus y-in 4 yazıram. 4 bərabərdir 10. X, y-də nə oldu? 10-dan 4 çıxaldı. Görürüz, hasilin istəyir tapıldı. Məsələn üçün, burada mən y-i çıxardıram mötərizə xaricinə. Burada qalar x plus y bərabərdir 12. X plus y-in qiyməti var da, burada 6-dır. Olacaq y vurulsun 6 bərabərdir 12. Y taparam 2. Gətirib bu tənlikdə y-in yerinə 2 yazaram, x taparam. Olacaq x üstə gəlsin 2 bərabərdir 6. X oldu 4. 6, 4. Daha doğrusu 4, 2. Hasilini istəyirdi 8. Sonra burada məsələn x plus y-in yerinə 5 yazın. X, y hasilini tapacaqsınız. 14 isə 5 gəlin 19. Sonra burada isə y-i çıxardım mötərizə xaricinə. X minus y qalsın, olsun 16. Məsələn, 5-i yazaq. X, y çıx x minus y bərabərdir 10. X plus y neçədir bizdə? 4-dür. Bax, bu tənliyi yazmaq üçün, baxın, fikir verin. X, y olduğu kimi qalacaq. Mötərizədə bunu yazaq. Qabaqda mənfi varsa, demişik ki, işarə hamısı dəyişir. Mən bunu mötərizədə yazsam, bu cür yaza bilərəm. X plus y yaza bilərəm, düzdür. Mötərizəni açsam, işarədə hamısı dəyişəcək. Mənfi x çıx y bərabərdir 10. X plus y-in qiyməti 4-dür. Olacaq x, y çıxılsın 4 bərabərdir 10. X, y də 10 üstə 4-yə 14 düzgün cavab. Eyni qaydada. Baxın, y çıxardım buradan, x plus y qalacaq. Gətirib yerini yazarsınız 12-ni. Digər tərəfdən, baxın, 5 ilə 7 eyni şeydir. X, y çıxılsın mötərizədə x plus y bərabərdir 15. X plus y-in yerinə 4 yazın. Məsələn üçün, burada y çıxardın, x plus y qalacaq 20. X plus y-in yerinə 10 yazın. X-i tapın.